Deyəcəyik, indi biz deyəcəyik, kişi erkəkcik nədir, min ayrıciyətli çiçək nədir, hemolog çiçək nədir? Əgər bir çiçəkdən ya həm erkək cinsiyət varsa bunlar ayrı cinsiyət. bəli, erkək cinsiyət orqanı varsa, biz nə deyirik? Erkək cinsiyət, erkək cinsiyətlər nədir şara olunurdu uşaqlar? O hakan kimi şara olunur. Mən düşünürəm. Düzgün tancım, yəni belə şara olunur. Bu oldu erkəkli çiçək, bu oldu dişicikli çiçək. Bu zaman ayrı cinsiyətli sayılır. Əgər erkəcik və dişicik eyni çiçəkdə yerləşirsə, Bu ikizlisi və yaxud da heyvanları yerləşir. Onu da düzəklər, bunu böyle əlavə olaraq da bir də oxu şaralaması vesaire hemologit olur. İndi çiçəyin hissələri hansı? Hər nədən işarə olunur kızım? Erkəcik nədən işarə olunur? Erkəcik ayla, sonra dişicik C, kasa yarpağı kayna, sonra çiçək yanlığı nəyə deyildi kızım? Çiçək yanlığı. Və ləhçəyə bir yerdə deyilir, çiçək yanlığı. Yəni bunların ikisi də varsa, iki qat çiçək yanlığıdır. Biri varsa, sadədir. Və sadə çiçək yanlığı nə ilə işarə edirdim? P hərfi ilə işarə edirdim.